Herkese salam, kanalıma və yeni Kaqalım vloguma xoş gəldiniz. Hal-hazırda səsləndirməni Bakıdan eləyirəm. Təsəvvür edin ki, heç cür vaxt tapıb video montaj edə bilmirdim. Baxaram ki, telefon artıq dolubdu videolardan, amma montaj etmirəm. Nəhayət ki, biraz vaxt tapdım və dedim ki, bu videonu montaj edeyim və sonra digər videolar da var, onları da montaj edim. Kanalıma mütləq abunə olun, çünki Bakıya qayıtmışıq. Hal-hazırda Bakıda da bəzi təmir işlərimiz gedir. İzləmirsinizsə Instagramda az-az paylaşım edirəm. Oradan da məni izləyə bilərsiniz. Və təbii ki, videolarım geç çıxdığına görə hər birinizdən üzr istəyirəm. İnşallah çalışdığım qədər tez-tez paylaşımlar eləyəcəm. Evdəkilər yatır hələ. Mən də dedim gedim. Biraz çölə çıxım. Papanın yanına gedirəm. Bu da bizim şəhər, Kaqalım. Deməli, gəlin sizə görün, nə göstərirəm. Bura mənim məktəbimdir, baxın. Burada oxumuşam mən. Qras, evi təmizləmək üçün gəldik. Belə bir şeylə götürüm, qras endirimdədir. Burada hər şey çox ucuzdur da, baxın. Məsələn, mən qras götürdüm. İndirimə düşübdür, 98 rubl. Haradasa 3 manat, 4 manat edir, belə səhv eləmirəmsə də, baxmamışam, düzdür. Yoldaşım getdi araba gətirməyə ki, qoyaq içinə. Ayna falan silməyə, indirimdə olanlardan. Bundan götürün bir dənə. Bu da var. Yaxşıdır. Yəni, bunu götürək, pulu silmək üçün qəşəkdir. Sonra prisos var evdə. Burada sonra tayt paltarları yumaq üçün tayt götürək indirimdədir. Ya da persil. Persil də indirimdədir. Bir dənə persil götürək. Ətirlidir həm də. Domestos da götürək bir dənə. Elə hamamı falan təmizləmək üçün də elə antinalot bu Grasenkin götürək. 49 rubləyə həm də yaxşıdır ölçüsü də. 2 dənə götürək. Sonra burada aygüllərə bax. Vay vay vay. Sən buna baxın. Vay qəşəngdir. Sonra bunun balacası da var. Alyonka. Yine gördüm ben. Ne şeydi bu? Neçədir bu? 469 rubleyi. Bu da geçenkti. Geldim bura. Gidirik sənətləri maraqlanmağa. Bir de baxdım ayı da mənim adım. Deyirəm bunu kim yazıb bura? Yoldaşım deyir ki mən yazmışam. Peki yanına ayı da vlogda yazım. Məni buradan baxıb izləsinlər. Hə bu yazım. Ruslar, Qırğızlar məni izləsinlər. İyi. Da. Məni rahat tapsınlar deyə. Yoldaşım baxıb deyir bu neyir orada. Adımı yazıram. Gəldik çayxana. Burada çayxana var. Papa deyir ki burada geçen pizzalar, nə bilim hər şey verirlər də. Getdik orada. Oğlan da papamın işçisidir baxın. Birlikte gedirik. Qalarımızı astıq. Gəldik çayxanaya. Ну давайте 1,5 по 10 поставьте, 0,5 по 10. Ой. Bizim çayımızdı bakın. Burada mandalina. Похоже, пожалуйста. Ну, çıkıyordu. Şirin de. Şirin de. Bu üzümdür, amma yoldaşım elə bildi alçadır. Həqiqətən də alçaya oxşuyur. Evi təmizləyəcəm. Şkafı açdım, görün nə gördüm mən. Görüm kiməsə lazım olmasa buradan soruşaram. Götürərəm onu özümdən apararam. Bir də bunu tapdım baxın. Bu birisiz nədir? Uy düşmüşlər əlimdən. Lazerdir. Elə bir ki ustalar iş görəndə falan. Bir dəqiqə. Bunu belə qoşursan təmir eləyəndə dəqiq göstərir də ki divar düzdür yoxsa əyridir. Çox qəşəng bir şeydir bu. Kiməsə lazım deyilsə götürüb aparacağam bunu özümə. Bunu qoyum bura. Ay, nasıl buraları bir şey temizleyeceğim. Bu ne de burada kitap var. Bakın. Göreyim bu nedir. Bir tanesi boş, bir tane defterdir. Böyle. Hiçbir şey yok içinde yazılmıyor. Sadece teze bir defterdir. Bir şey koca. Koyun bura. Son buraları bir şey temizleyeceğim. Bir de burada da hiç ne yoktu. Buraları işin temizleyecek. Şimdi başlayacağım buraları temizlemeye.
Sonra papa bizə burada deməli pastel dəst alıbdı. Bir şey dəst pastel alıbdı. Dedim bunu indi sərərəm. Burada şkaf yoxdur. Şkaf hələ ki alınmayıbdı. Ev təzə remontdan çıxıbdı. Sadəcə indi papam qalır burada. Deyim biləsiniz, baxın, burada mənim papam öz işçisi ilə qalır. Sadəcə indi işçisinin bəzi paltarları da burada qalıbdı, gəlib aparacaqdı. Elə bir ki, biz gəldik deyənə o işçisinə arendaya ev götürdü. Papa 2 bəs orada qalsın, biz gedəndən sonra artıq təzədən gəlib yerləşəcək bura. Çoxdan tanış olan uşaqdır, yəni köhnədən də, yəni tanışlığına görə etibar eləyir deyə, deyir gəlsin qalsın da bir də kirayə pul verməsin. Ona görə burada papa bir də işçisi qalır. Hava qaranlıqlaşıb və biz çıxdıq şəhərə. Bəzi şeylər var, onları alaq. Qaydaq evə. Saat 8-ə işləyib. Bura mənim məktəbimdə. Mən burada oxumuşam. Burada qışda, yayda fərqi yoxdur. Yay deyirəm, bu məktəb olan sezonlarda burada çıxıb biz idman dərsində kuruq qaçırdıq. Ola bilsin ki, sual yarandı sizdə ki, bəs mənim papam niyə burada tək yaşayır? Əslində mənim papam burada deyildi, Azərbaycanda yaşayırdı. Sadəcə müharibə dövrü ki başladı Rusiyada. Papamın bir neçə işçiləri çıxdılar öz ölkələrinə getdilər. Mənim qardaşım da buradaydı və mənim papam istəmədi ki, qardaşım da burada qalsın müharibə dövründə. Yəni apara bilərdilər, 100% aparacaqdılar. Ona görə özü gəldi ki, həm işin üstündə dursun işçiləri olmadığına görə, həm də qardaşımı yola saldı. Bura bizim bulvar. Kızalımdakı bulvarımız. Buna baxın ki, işte şaxta babanı göstərmiş. Qardan, buzdan düzəldiblər. Buzdan düzəlmə. Bax, görün nə gözəldir. Dişəkdir. Bizim Kızalım şəhərimiz gözəl olubdu. Yolkamızı hələ yığışdırmayıblar. Papa müvəqqəti buradadır. İş yerini sağmana saldıqdan sonra o da qayıdıb gedəcəkdir Azərbaycana. Maşın xodlanmır. Donubdur. Hər yer bəmbəyazdır. O qədər bəyazdır ki, qabağımızı görmürük. Valgiri çatdırılma nöqtəsidir bura. Bizə gözləyirik. Notariusu gözləyirik. Hal-hazırda hələ saat 9-da açılmalıdır. Azərbaycan vaxtı ilə saat 8-də. Uşaqlarım Rus vətəndaşı olduqlarına görə burada Rusiyada havada qalıblar. Ona görə mütləq biz onları qeydiyyat etməliydik. Mənim məktəbim. Boş otura bilmirik, ona görə gedirik Rosicə. Buranın adı əvvəl İstok idi, mən balaca vaxt olanda. Ondan sonra dəyişdilər, elədilər Rosic. Və illərdir bu adını qoruyub saxlayıb işləyir. İşləyir ola, işləyir, gəl. Gəl, şanda mağazində var. Buralar tamamən dəyişibdir. Bu yox idi əslində, bu butiklər də yox idi. Gül salonu da var. Əvvəl bunlar yox idi, amma ətirlər. Vay vay. Nə şeyliklər var. Aptek falan da var, baxın. Apteka. Vay. Litual lider. Parfüm lider. Litualə çıxırıq. İkinci mərtəbədir. Buralar dəyişməyib. Eyni kafe burada necə qoyub getmişəmsə o vəziyyətdə də buralar dəyişməyib. Bir yerə plakat dəyişib. İşte buralar da eynidir. Tez gəlmədim, bura bizim evə yaxındır deyə. Oy. Burada kosmetika mağazası var. Qəşəng mağazaydı bir dənə. Görüm açıqdır ora. Mən də sizinlə birlikdə gedirəm. Bax, baxmağa ilk dəfə gəlirəm. Hə, açıqdır deyil burada. Adını prosta dəyişiblər. Parfüm lider. Hə, baxın bura lazım idi. Net axtarıram. Net tapa bilmirəm mən burada. Görüm net varsa götürüm aparım bir dənə hamamı təmizləməyə. Uy, bu necə şeydir beləcə. Sən görsən net. Net görmürsən. Şamlar. Maşın ətərləri. Uy, bu nədir? Bu nədir ki? Nə yazıb? Aromatizatördə maşının üçün. Ha, dedim axı. Shine Blask'te. Şu originalda da bunlar. Bol ətirlər var burada. Mən bilən o vaxtlarda belə idi. Burada saxta ətirlər satmırdılar. Ancaq original. Alırsan? Götürüm onu deyirsən. Hansı yaxşı? Biraz büyük şeyler aldık. Bir də yok içi. Burada ümumiyyətlə qalımda
olmaz yolu, deməli pişixod, yəni ki, piyada keçiddən kənar keçmək olmaz qətiyyən. Bir də işıq yanmamış, maşın məsələn yoxdursa, onda belə keçmək olmaz. Burada qayda qanun ciddidir. Kamera var. Əgər vaxtından tez keçirsənsə falan ştrafdır. Böyük bir məbləğ. Təbii əgər tələsirsənsə, bu knopkanı basmalısan. Bax, indi yol açıldı və biz keçirik. Yavaş. Geçmiş kilometre kadar gidiyordu. Gidiyor oraya göre orada var mı? Yoldaşım sigaret aktarır. Sigareti yoktu. Varım da tutarız. Varındı qutarır. Çox vacibdir. Bütün şkafları qəşəng boşaldıb yenidən silib qəşəng yığacağım üstünü də falan da belə hər yeri. Burada da belə buralar da təmizlənəcəkdir. Hər yer yağdı da bir sözlə. Hələ əlim indi çadır ki təmizləyim. Amma ilk öncə dolma bişirəcəyik. Dolma, yarpaq dolması. Qəşəng bir dənə yarpaq almışam. Ana yarpaq. Belə bir yarpaq aldım və bundan püküb bir qəşəng dolma bişirəcəyik. Geldik Nadejda'ya. Buranın adı da hiç değişmişti. Evet, kim kalmıştı? Nadejda. Vay vay. Bayağı sürüşmüştüm az kala. Biz ayağımızda sürüşürdük. Gel. Sağlı söyle. Oy. Evdəkiler istirahət edir. Saat 5'dir. Axşam olursa mən dedim gedim də magazinlərə baxım. Qayıdım gəlim evə. Rosiçə gedirəm bu arada. Sizə bir də əvvəlki yaşadığım binanı göstərəcəm. Harda yaşayırdıq. Bəzən olur ki, deyirəm gedib baxacam ora görüm. Kim yaşayırdı o evdə? Sadəcə maraqlıdır. Nə bilim. Görün burada kim var? Çöldə üşüyüb. Gəlib bura. Yaxınlaşsam qorxar yəqin ki. İstirahətlə baxır oradan. İstirahət eləsin, yazıqdır. Soyuqdur çöl. Mənfi 30 dereceye yaxındır çöldə hava hal-hazırda. Biz bu havada ümumiyyətlə uşaq vaxtımızdan istər 35 derece olsun Marosda. Yine de biz çölə çıxardıq, oynayardıq. Yəni Marosda biz baxmırıq. Burada paltarlar dəhşət bahadır. Çox bahadır. Təsəvvür edin ki, Wildberries açılandan buranın alveri ölüb. Hər yerin dəhşətdir. Ya da gərək ucuz qiymətə qoysunlar da. Yadımdadır, uşaq vaxtı məndə belə bir şuba var idi. 2-ci, 3-cü sinifdə oxuyardım və yaxud nə. Məndə belə bir şuba var idi. Kopya ondandır da təsəvvür edin. Burada hədiyyəlik qoyublar. Baxın, Revolution'un belə bir bağlamasıdır. Hədiyyəlik kim istəyirsə ucuz qiymətinə qoyublar deyirlər. Burada ayın birinə kimi endirimlər var. Yəni bu ayın sonuna kimi də belə deyək. Bohemia. Revolution'da en çok burada. Burada ümumiyyətlə kosmetikalar, kremlər olsun, hər şey originaldır. Yəni hər bir şey original satılır. O vaxtda belə tester. Burada həmişə olubdu. İllər öncə də elə idi. Testerləri mütləq qoyurdular ki, bəlkə mənim üzümə düşür, bəlkə düşmür. Testerdə əl vurub yoxlaya bilərsiniz. Belə bir rəngi var bunun düşənə görə. Amma ucuz bahalıda mən heç baxmıram. Mənim üçün fərqi yoxdur. Əsas odur keyfiyyətli olsun, ucuz olsa da. Mənim üçün fərqi yoxdur. Alırım. Uy, necə ətirlərdir, baxın. Çikiri ətirlərdir. Dünən mən bundan birini aldım. Daha doğrusu yoldaşım aldı mənə. Bunun balaca versiyasını, şirin qoxulusunu. O da endirimə düşmüşdü. Bizim pulla hardasa 60 manat eləyirdi. Yəni burada ətirlərin falan qiymətləri ucuzdur. Bakıya baxanda xeyli ucuzdur özdə. Baxın, bu mənim həmişə aldığım ətir var, Euphoria. Baxın, odur. Euphoria'dır, bu original. Çox qəşəngdir. Elə eynən mənim aldığım, o qramla ki alıram, onun ətridir. Bax, eynən, yəni qramla alsaz da olar, qoxusu qalıcı olur. Sadəcə alarkən baxın, hardan alırsınız, yəni etibarlı yerdən alın ki, aldatmasınlar. Bu da Revolution çoxdur. Baxın, bunlar testerdir. Revolution belə bir teniyə. Deməli, gəldim hamamı falan təmizləməyə. Belə bir şarf
sağlamışam ki, qoxunu almayım. Maska yoxdur deyənə belə elədim. Hər yeri spreylədim, bura olsun. Sonra buraları da qəşəng spreylədim. Qəşəng biraz işləsin, sonra artıq təmizləyəcəm. Belə istəyirəm buraları bir dənə qəşəng təmizləyim. Tertemiz olsun. Belə. Sadəcə bu qara renkli olan, bilmirəm, bunun buraları gedər getməz. Bizdə məsələn Azərbaycanda da, Bakıda porçöz var, sonra asperks mavi gücü olsaydı təmizləyə bilərdim. Amma elədir ki, yeyilib artıq. Getmədi, çox bilan ki. Mən hansı spreydən istifadə elədim? Gras'ın antinaliyot bunu aldım. Bunu bırakayım. Buralar asanlıqla təmizlənmir deyə dedim gətirim plisoslu və buraları plisosluyum. Ondan sonra artıq silərəm. Elə o təmizləndi belə biraz hardasa yaxşıdır. Bəlkə bir dənə bu kümüşləri təmizləyə bilmədim. Orada net lazımdır. Burada da magazinlərdə nə qədər baxdım, net tapa bilmədim ki, onu tökən kimi sıra cızbız yandırır, çirki çıxardır da. Ona görə ondan tapa bilmədim deyə məcbur belə saxlayıram. Biraz belə hardasa təmiz oldu. Qaldı bir dənə oraları da yuyacağım. Sonra lap sonda buraları bir şey təmizləyirəm. Buralar da belə oldu, hardasa təmiz. Sadəcə üstündən bir dəfə də təmizləmək lazımdır. Çünki hələ də elə bir ki var da, uzun müddətdir ki, bura təmizlənmirdi. Polu qəşəng sildim. Sadəcə dediyim kimi bir daha üstündən təmizləmək lazımdır. Şüşələr təmizə çıxmır çünki. Bir də bunu dəyişəcəyik. Sabah gedib alarıq başqa tisəsini. Çünki qırılıb orası. Belə yəni. Oldu tərtəmiz. Daha doğrusu tam da təmiz yox. Saat 11'e işləyib, axşamdır və biz gedirik zibil atmağa, sigaret almağa. Saat 11'e işləyib. Maroz hal-hazırda mənfi 31 dərəcədir çöldə, amma belə də soyuq deyil. Biz soyuğu siləmirik. Gedirik zibilimiz artıq. Sigaretimizi alaq, qaydaq evə. Patuşkalarda, şimdi köhnə patuşkalarda evdə artıq belə deyim çirklənmişdi də. Gəl buradan gedək. Buradan gedək, sigaret almırıq. Buradan getmirdik almağa. Bir belə gedib boya dönürdük da şeyə. Krasnaya Belaya magazini. Bizim mağazada baxın Azərçay. İllər öncə gəlib bura. Əvvəlki qablaşması belə daha qəşəng idi, açıq idi, içində iri dənələri olduğu görsənirdi. İndi amma yoxdur. Doşirak. Uşaq vaxtı nə qədər yeyirdik doşirak. Bura mənim papamın iş yeridir. Baxın mağaza. Produktovdur şeydir. Bir də Xosavar da var burada həm də. Belə. Su. Sular orada qabaqda. Bir burada Xosavar da var. Az bir şeydir də, yəni çox deyil. Bura Xosavardır. Gəldik tort almağa. Ballı tort götürdük. Bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox güman ki, bu videomu bəyəndiniz. Əgər bəyəndinizsə mütləq like edin. Əgər kanalıma abunə deyilsinizsə mütləq kanalıma da abunə olun. Bu videonu hal-hazırda Bakıdan səsləndirirəm. Hal-hazırda evimizdə dəyişikliklər eləyirik. Ona görə mütləq kanalıma abunə olun ki, bu dəyişiklikləri sizinlə birlikdə eləyək, siz də görəsiniz. Bəlkə də kiməsə də faydalı olar. Gələn vloqlarda görüşənədək hələlik.